Salam yoldaşlar, axşamınız xeyir olsun. Sinifdə asan, orta və çətin tipdə sözlər vermişdik ki, köç və şəkilçiyə ayıraq. Sinifdə bunun asan versiyalarına baxmışdıq, vaxtımız çatmadı. İndi isə orta tip və çətin tiplərə baxacağıq. İnşallah izləyib faydasını görərsiniz. Başlayırıq birinci sözümüzdən. Birinci sözümüz nədir? Dünənki. Qeyd edirik bura. Dünənki sözü. Dünənki sözünün kökü dün deyil. Dün türklərdədir. Yəni bizdə dün sözü yoxdur. Dünəndir. Dünən də zaman zərfidir. Ki şəkilçisi harda görsəz leksikdir. Ki şəkilçisi 90% sifət yaradır. Bir 10% də deyə isim yaradır. Harda görsəz leksikdir. Və burada sifət yaradıb. Zaman zərfi ilə sifət yaradıb. Sözün başlanğıc forması dünənkidir və söz dünən zərfindən yaranıb olub dünənki sifəti. Növbəti sözümüz ələkdədir. 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 Ələk bilirik ki, yəni unu ələmək üçün, yəni çörək bişirəndə unu ələyirik, ələklə ələyirik. Ələyi də əlimizlə ələyirik də. Yəni ona görə sözün kökü nədir? Əl. Əl nitq hissəsi olaraq isimdir. Əllə ələyirik olur ələ. Nə et? İsimlə feil yarandı. Feilə də ki şəkilçisi qoşub isim yaradır. Yəni ələk, nə? Ələkdədir. Sual veririk. Ələkdədir. Nədədir? Nədədir? Baxın, sual verdim. Sualda hansı şəkilçiləri görürəm? Dəni görürəm. Burada da də var, bu sözdə də də var. Deməli bu qrammatikdir. Dir şəkilçisi var. Deməli burada da var. Deməli bu nə olacaq? Qrammatik. Amma burada də və dir şəkilçimiz var, qrammatikdir. K yoxdur, ə yoxdur. Deməli onlar nə olacaq? Leksik olacaq. Sözün başlanğıc forması ələk. Ələk isimdir. Ələk nədən yaranıb? Ələ feilindən yaranıb. Sözün də kökü əl ismidir. Növbəti sözə baxaraq yazışdıq. Sual veririk. Yazışdıq. Nə etdik? Nə etdik? Sualda nə var? Dik. Burada da var. Yəni burada dıqdır, burada dikdir. Yəni dıq, dik, duq, dük şəkilçi bu formada tələffüz olunur. Deməli burada gördüyümüz nədir? Burada qrammatikdir. Amma dıqı biz belə bütöv şəkildə qrammatik götürə bilmirik. Çünki dıq, dik, duq, dükdən əlavə, yəni burada dıq, dik, duq, dük şəkilçisi deyil əslində. Burada d plus q şəkilçisidir. Bu dıqı demək olar ki, hər zaman biz nə edəcəyik? Parçalayacağıq. Yəni d bir qrammatik, q da bir qrammatik. Sözün də kökü yazdı. Yerdə qalır ış şəkilçisi. Iş şəkilçisi də sualda yoxdursa, deməli qrammatikdir. Yaz nə et? Yazış. Nə et? Feildən feil yaratdı. Sözün başlanğıc forması yazış, sözdə yaz feilindən yarandı. Ümumiyyətlə dıqdı, sonra dındı, dımdı. Bunlar həmişə bu cür təhlil olunacaq. D ayrı, m ayrı. Şəxs sonluqlarıdır. Silirik buranı. Növbəti sözümüz salamlaşdıq. Qeyd edirik bura. Salamlaşdıq. Sual veririk. Nə etdik? Yenə eyni qaydada dıq, dik görürük burada. D və q. Q, ki, q, ki. Bayaq dıq, dik, duq, dük dedim. Yəni dıq, dik, duq, dük deyil. Bu d-dır. Burada da var. Deməli bu qrammatikdir. Burada da q, ki şəkilçisidir. Yəni bunlar eyni şəkilçidir. Burada var, burada da var. Bu da oldu qrammatik. Sözün kökü də salam.
Hə, qaldı burada laş şəkilsi. Laş şəkilsində biz parçalayıb da götürə bilərik, bütöv də götürə bilərik. Nə zaman parçalayırıq? La-dan sonra maq şəkilçisi artırırıq. Əgər o söz bizim dilimizdə varsa, lüğətdə varsa o söz parçalanacaq. Yoxdursa elə bir söz parçalanmayacaq. İndi yazaq bura salamlamaq. Salam, la. İndi maq artırıram. Dilimizdə salamlamaq feili var. Salamla. Ona görə parçalayacağam. Salamla, salamlaş. Sözün başlanğıc forması salamlaş feildir. Salam sözün köküdür. Salamla feilindən yaranmışdır. Növbəti sözümüz yazmırlar. Bir dənə də buraya yazıram. Yazırlar. Uşaqlar, yazmırlar, bir də yazırlar. Yəni bu bir dənə inkarda. Yazırlar feilinin inkarı nədir? Yazmırlar. Yazırlar sözünün kök və şəkil sayıram. Yaz nə et? Yazırlar sual verək sonra. Yazırlar nə edirlər? Nə edirlər? Sualda ir var, qrammatik. Lar var, qrammatik. Sözün də kökünü müəyyən elədik. Başqa şəkilçisi yoxdur. Yəni leksik şəkilçisi olmayacaq, sadə söz olacaq. Eyni qaydada inkarı da bu cür təhlil olunacaq. Ir zaman, larda şəxs xəbərli şəkilçisi. Yazda sözün kökü. Baxın, yazmırlar, nə etmirlər. Sualda da zaten m var. Bu m nədir? İnkardır da. Bu təsdiqdə işlətdim. Bunda inkarda işlətdim. Deməli, bu da m, ma, mə inkar şəkilçisidir. Sadəcə burada a-sını itirib, yəni saatla başlanan şəkilçi qoşulanda ma-mənin a-sı düşür, qalır m. Belə. Sonra gəlir növbəti sözümüz dairəvi. Baxaq görək dairəvi necə olacaq. Bu nədir o? Bir dəqiqə bunu silim. Biraz yaxınlaşdıraq. Dairəvi. Necə? Sualda heç nə qalmadı. Deməli, kökdən sonra nə şəkilsi varsa leksik olacaq. Sözün kökü nədir? Dairə. Ondan sonra nə qaldı? Vi. Deməli, bu da leksikdir. Dairə isimdir, sözün köküdür. Dairəvi sözün başlanğıc formasıdır. Söz nədən yaranıb? Dairə ismindən. Sonra gəlir kimyəvi. Bu nədir? O tez-tez gəlir. Vaxtımız gedirmi? Kimyəvi. Kimyəvi sözünün kökü necə aracaq? Uşaqlar, burada kimyə sözün kökü deyil. Kimyə sözün kökü deyil. Niyə? Çünki dilimizdə kimyə deyilən bir şey yoxdur. Kimya var, amma kimyə yoxdur. Bu fleksiya uğramış sözdür. Bu sözü biz necə götürəcəyik? Bütöv kök. Bu söz sadə sözdür. Dairəvi sözü, kimyəvi sözü görürsünüz. Dairə sözü var, ona görə kök və şəkilçi ayırdım. Amma kimyə sözü olmadığına görə bütöv götürdüm. Həmçinin baxın əşyəvi. Əşyəvi. Əşyəvi sözünün kökü də əşyə deyil. Əşyə deyilən bir söz dilimizdə yoxdur. Əşya var. Bu da fleksiya uğramış sözdür. Əşya var. O zaman buna da necə yanaşacağıq? Bütöv kökdən ibarət sadə söz. Dinləmirəm.
dinləmirəm. Sadə sözləri yazmışdım sizə. Deməli, əslində düzəltmə kimi göstərir özünü, amma sadə sözlər. Bunların hamısını yazdırmışdım. Bu sözün kökü din deyil. Dinlə əlaqəsi yoxdur. Bu sözün kökü nədir? Dinlə. Dinlə. Dinləmirəm. Sual ver. Nə etmirəm. Nə etmirəm. Baxın. İrəm. Mı. Hamısı burada var. İrəm. Dinləyirəm. Dinləmirəm. Burada da mı-dır nədir? İnkardır. Başlanğıc forması dinlədim. Görünürdü. Növbəti sözümüz görünürdü. Görünürdü. Görünürdü sözün kökü gör. Görmək feilidir sözün kökü. Sual veririk. Görünürdü. Nə edirdi? Nə edirdi? İrdi. İrdi. Yəni burada irdi, burada urdu. Yəni ır şəkilsi 4 variantlı şəkildə ır, ir, ur, ür. D şəkilsi 4 variantlı d, di, du, du. Yəni du da yazılsa, di də yazılsa eyni şəkilsidir. Yazdıq bunu qrammatik. Sözün də kökünü müəyyənləşdirmişdik. Yerdə qaldı nə? Ün. Ün də leksik olacaq. Vəssalam. Gör neyid. Görün neyid. Feildən feil yarandı. Sözün başlanğıc forması. Görün və gör feilindən yaranmış feildir. Baxımsızlıqdan. Növbəti sözümüz baxımsızlıqdan. Baxımsızlıqdan sözü. Sözün kökünü müəyyənləşdirib bax. İndi sual verək. Baxımsızlıqdan nədən? Dən. Burada varsa qrammatikdir. Deməli, bundan sonra nə şəkilsi var? Hamısı leksikdir. Baxımsızlıq. Çünki burada bir dənə qrammatik şəkilsi oldu. Söz qrammatik şəkilsi ilə kök arasında nə qədər şəkilsi olacaqsa, onların hamısında nə götürəcək? Leksik şəkilsi. Bax neyid? Baxım nə? Bax feilindən baxım ismi yarandı. Baxımsız sifəti yarandı. Baxımsızlıq ismi yarandı. Hər leksik şəkilsi qoşulduqca nitq hissəsi dəyişdi burada. Deməli, sözün kökü baxımsızlıq, başlanğıc forması baxımsızlıq. Söz baxımsız. Deməli, sözün kökü feil. Baxın, kök feil. Başlanğıc forma baxımsızlıq isim. Söz nədən yaranıb? Nədən yaranıb? Baxımsız sifətindən. Gördünüz? Sözün kökü isim, başlanğıc forması kökü feil, başlanğıc forması isim. Nədən yarandı? Sifətdən. Sonra əkinçilikdəndir. Əkinçilik. Elmin, sən bu videoya baxırsan, əgər baxırsansa bu videoya, mən məktəbə gələndə deyərsən ki, müəllim, mən baxdım. Siz əkinçilik sözünü təhlil edəndə siz orada mənim adımı çəkdiniz. Yox, əgər bu barədə məlumatın yoxdursa, artıq mən biləcəm ki, bu videoya baxmırsan. Onda sənin canını alacam. Əkinçilikdəndir. Sonra gəlir kütləviləşdirən. Kütləviləşdirən. Sözün kökü nədir? Ək feili. Sual verək. Əkinçilikdəndir. Nədəndir? Nədəndir. Sualda hansı şəkilçilər qaldı? Dənlə dir. Deməli, bunlar qrammatik.
Kökü də müəyyənləşdirdim. Köklə indi qrammatik arasında nə qədər şəkilçi varsa hamısı leksikdir. Əknit, əkin. Hara? Əkin sahəsi, yəni. Əkinçi, kim? Əkinçilikdə oldu bir peşə, sahə. Sözün başlanğıc forması əkinçilik. Söz nədən yaranıb? Əkinçi ismindən. Növbəti sözə baxaq. Kütləviləşdirən. Sözün kökü kütlə. İndi sual ver. Kütləviləşdirən. Nə edən? Nə edən? Nə edən? Ən. Deməli, qrammatik qalanları nə olur? Kütlə nə? Kütləvi necə? Kütləviləmək. Artırıram. Ləş şəkilçisi gəlib. Lədən sonra maq artırıram. Elə bir sözümüz varmı? Kütləviləmək. Elə bir söz yoxdursa, sən laş şəkilçisini bütöv götürəsən. Sonra dır şəkilçisindən maq artırıram. Kütləviləşdirmək. Maq artırıram. Tutursa, bu da leksikdir. Sözün başlanğıc forması kütləviləşdir. Kütlə ismindən, sözün kökü kütlə. Başlanğıc forması kütləviləşdir fiili. Kütləviləş fiilindən də yaranmış oldu. Sonra gəlir növbəti sözümüz. Yandırdıq. Yəni əsəbiləşdirin. Əsəbiləşdirin. Yandırdıq. Nə etdik? Yan sözün kökü, yəni yanmaq fiili, yan. Dır şəkilçisinə maq artırıram. Yandırmaq olursa, deməli bu da dır şəkilçisi leksikdir və buradakı d buradadır qrammatik, buradakı k da buradadır. Sözün başlanğıc forması yandır. Söz nədən yaranıb? Yan fiilindən. Əsəbiləşdirin. Əsəbiləşdirin. Nə edin? Nə edin? Burada in var. Deməli, buradakı in olacaq qrammatik. Əsəb sözün kökü. Əsəbi necə? İndi əsəbiləş gəlib. İndi mən bunu parçalayacağım, yox. Əsəbiləmək. Dilimizdə əsəbiləmək sözü varmı? Yoxdursa, deməli sən bunu bütöv götürəsən. Əsəbiləşdirmək. Dirə də maq-mək artırdım. Oldu leksik. Sözün başlanğıc forması əsəbiləşdir. Əsəb ismin köküdür. Sözün kökü əsəb ismidir. Başlanğıc forması əsəbiləşdir fiilidir. Nədən yaranıb? Bir leksik şəkilçisini silirik. Yerdə nə qalıb? Əsəbiləş fiili. Deməli, söz nədən yaranıb? Əsəbiləş fiilindən yaranıb. Əsəbiləşdir fiili olub. Sonra iki sözümüz qaldı burada. Orta tipdə geyindirildi. Bir də yazarların. Sual verək. Geyindirildi. Nə etdi? Sualda d var. Buradakı d da oldu qrammatik. Geyindirildi sözüncə geymək fiilidir. Geymək. Deməli, qalanlardan nə olacaq? Leksik. Sözün kökünü tapırıq. Qrammatik şəkilçisini tapırıq. Ortada qalanlardan nədir? Leksik. Gey nə et? Geyin nə et? Fiildən fiil. Geyindir nə et? Geyindiril. Bu da oldu nə? Sözün başlanğıc forması geyindiril. Söz nədən yaranıb? Geyindir fiilindən. Sözün kökündə gey fiilidir. Yazarların. Kimlərin? Sual veririk. Kimlərin? Lərin. Lərin. Deməli, qrammatik. Sözün kökü yaz. Deməli, burada ar qaldı. O da leksik olacaq. Yazarlar sözün, yazar nədir? Deməli, yazıcı, şeir, hekayə falan yazan adama nə deyirlər? Yazar. Yazır olur, yazar.
Yaz nə idi? Feil yazar. Kim? İsim. Deməli, feildən yaranmış isim oldu. Sözün başlanğıc forması yazar ismi, sözün də kökü yaz feil. Orta tip bitdi. Keçirik çətin tiplərə. Deməli, ilk sözümüz nədir? Yoluxucu. Yoluxucu. Uşaqlar, sözün kökü yoluxucu. Necə? Sual verirəm, necə? Deməli, sualda heç bir şəkilçi özünü göstərmədi. Deməli, bu nədir? Burada sözün kökünü tapırıq. Yerdə qalanlardan hamısı leksik olacaq. Sözün kökü nədir? Bəs yol. Bəs müəllim, yolxucu sözüylə yol sözünün nə adiyyatı var, nə bağlılığı var ki, biz bunun sözün kökünü götürürük? Axı köklə sözün arasında, şəkilçi arasında bir məna bağlılığı olmalıdır axı. Bəli, burada məna bağlılığı var. Burada yol deyəndə piyada yolu, maşın yolu onu nəzərdə tutmuruq. Burada yol bir üsul deməkdir. Məsəl üçün, xəstəliyə yoluxmaq var. Sən o xəstəliyə hansı yolla yoluxursan? Məsəl üçün, hava yolu ilə, hər hansısa bir təmas yolu ilə sən yoluxursan hər hansısa bir xəstəliyə. Bax, buradakı yol o yoldandır, üsul olaraq yol. Deməli, nə olacaq? Qalanları hamısı da leksik şəkildə olacaq. Yol nə? Yoluq nə id? Yolxucu necə? Sözün kökü yol ismidir, başlanğıc forması sifətdir və feildən yaranıb. Qeyd edirəm bura. Sözün kökü isimdir. İsimdir. Başlanğıc forma sifətdir. Nədən yaranıb deyəndə biz söz nədən yaranıb necə bilirdik? Sonuncu leksik şəkilçini silirdik. Yerdə nə qaldı? Yoluq. Deməli, söz nədən yaranıb? Nədən? Bu məni nə qədər yordu, ay Allah. Nədən yaranıb? Yoluq feilindən. Bu qədər sadə. Silirik. Darıxmaq. Növbəti sözümüz darıxmaqdır. Darıxmaq nə etmək bax? Darıxmaq nə etmək? Məqməki gördünüz. Burada da var. Deməli, qrammatikdir. Darıxmaq sözünün kökü uşaqlar dardır. Yenə də deyirsiniz ki, darıxmağın darla nə əlaqəsi var? Yəni insanın içi daralır, sonra darıxır da. Yəni daralma olur səndə ki, darıxırsan. Yəni inlənmək, daralmaq o mənada deyil də. Yəni adamın içi daralır və darıxır. Ona görə sözün kökü nədir? Dar. Darıq nə idi? Sözün başlanğıc forması darıq feili. Bu da belə. Sonra burxulmaq. Rəngi dəyişirəm ki, yorulmayasınız. Burxulmaq, sual verək. Nə etmək? Yenə də sualda məqmək, burada da məqmək. Deməli, bu nə oldu? Qrammatik. Sözün kökü nədir? Bur. Nə id? Deməli, qalanda nə olur? Burxu, xul var, burada xul. Sən bunu bu formada artıq götürməyəcəksən. Çünki xu deyilən bir şəkilçimiz yoxdur, amma xul deyilən bir şəkilçimiz var, qeyri-məhsuldar şəkilçidir. Bur nə id? Burxul da nə id? Feildən feil yarandı. Sözün başlanğıc forması da burxul. Dəyişmək.
Dəyişmək. Sual verək. Nə etmək? Məki gördük. Bunu da burada oldu qrammatik. Uşaqlar, dəyişmək sözünün kökü dəy deyil. Dəydir, yəni nəyəsə dəymədən də sən onu dəyişə bilərsən. Yəni əlaqəsi olmayan bir şeydir. Elə bu sözün kökü dəyişdir. Dəy deyil. Dəyişmək sözünün kökü dəyişdir. Başlanğıc formada dəyiş. Bu formada olacaq. Sarsıntı. Sarsıntı. Bir də elə bununla bağlı bir söz var. O da dağıntı. Uşaqlar, sarsıntı sözünün kökü sars deyil, sarsmaq deyilən bir söz dilimizdə yoxdur. Türklərdə var, bizdə yoxdur. Ona görə sarsıntı bütöv kökdən ibarətdir. Başlanğıc formada belə. Sadə sözdür və bunları sizə yazdırmışdım. Dağıntı sözündə, məsəl üçün, yəni dağla heç bir əlaqəsi yoxdur. Axı dağıntı, dağ nə əlaqə? Ona görə sən bu sözün kökünü dağ götürə bilməzsən. Elə dağıntı sözün köküdür. Başlanğıc forması da belədir, sadə sözdür. Sonra qorxutmaq. Qorxutmaq. Bir də yazıram bura qorxulu. Gəlin bu iki sözə müqayisəli şəkildə baxaq. Qorx nə et? Qorx nə et? Qorxu nə? Qorxulu necə? Burada bu cür kök və çəkilici ayıracağıq. Amma yuxarıdakı söz qorx sözünün kökü. Artıq bunu qorxu, qorxud bu formada təhlil edə bilmərəm. Niyə? Çünki bu t şəkilçisi ancaq feilə artırılmalıdır. Axı qorxu isimdir. Necə olur axı t şəkilçisi isimə qoşuldu? Yəni bu mümkün deyil. T şəkilçisi varsa bilin ki, feilə qoşulub. İsimə qoşula bilməz. Deməli səhv eləmişik təhlildə. Silirik bunu. Qorx nə et? Nə et? Qorxut nə et? Qorxutma. Bunu bu cür təhlil edəcək. It şəkilçisini bütöv götürəcək. Çünki qorx feilinə qoşuldu. It şəkilçisidir, t şəkilçisidir. Bunlar ancaq və ancaq feilə qoşulur. Amma burada t şəkilçisi falan olmadığına görə qorxu sözünü də mən bütöv götürdüm. Yəni qorxu u şəkilçisini götürəcəm təkcə. Belə. Sonra yazılmaq. Yazılmağa niyə çətin yerə yazmışam? Güya çətin sözdür. Yazılmaq. Sonra bir də yarğan yazaq. Yarğan. Yazılmaq, nə etmək? Nə etmək görürsünüz? Mək qaldı leksik. Yaz da sözün kökü. Deməli ıl qaldı, ıl da leksik olacaq. Bu formada. Yarğan bilirsiniz nədir? Yarğan, yağış yağanda görürsünüz ki, yəni yeri yarır, onun arası ilə su gedir də. Yəni biraz dik yer olanda oradan görürsünüz ki, yağıntı, yağıntı axır, yəni yarır, yeri yarır, ondan sonra axır. Deməli sözün kökü nə olacaq? Yar. Yarır olur nə? Yarğan. Yar nə et? Yarğan nə? Sözün də başlanğıc forması yarğan. Sonra yaşatmaq. Yaşatmaq. Feillərdə maq şəkilçisi həmişə qrammatik olur, həmişə. Feillərdə yaşatmaq nə etmək? Sualda da qalır. Yaşatmaq sözünün kökü yaşdır. Amma bu yaş hansı? Yaş isim var, sifət var. Yaş insanın yaşı olanda isim olur. Bir də yaş qurunun əksi olanda sifət olur.
Yaşamaqla bağlı olan yaş da isə nədir? İsimdir. İnsan yaş üstünə yaş gəldikcə neynir? Yaşayır və yaşadır. Yaşad. Sözün kökü yaş ismidir. Başlanğıc forması yaşad feildir. Söz nədən yaranıb? Yaşa feilindən yaranıb. Ucaldır. Ucaldır. Nə edir? Dır. Deməli nə oldu buradakı? Qrammatik. Uca sözün kökü l və nə oldu? Leksik. Uca necə? Ucal nə idi? Başlanğıc forma ucal. Çoxdankıdır. Çoxdankıdır. Şöyle dankı. Dakı deyil ha. Dakı olsa bütöv leksik götürürük. Dandı bir də kıdır. İndi sual ver. Çoxdankı. Çoxdankıdır. Hansıdır? Hansıdır? Dır. Deməli burada da var. O da nə? Hətta dırmaq artırır. Çoxdankıdırmaq. Olmursa qrammatikdir. Sözün də kökü çoxdur. Çox. Nə qədər? Çoxdan. Nə zaman? Çoxdankı hansı? Deməli, çox say. Başlanğıc formanı qeyd edirik, çoxdankı sifət. Deməli, sözün kökü nədir? Çox, yəni nə qədər say. Çoxdankı başlanğıc forma nədir? Başlanğıc formada oldu sifət. Sifət. Nədən yarandı? Çoxdan, nə zaman? Zərfdən. Sözün kökü say, başlanğıc forması sifət, söz nədən yarandı? Zərfdən. Bu qədər sadə. Son iki sözümüz qalıb. Yaşatdıq. Yaşatdıq. Dığı gördünüz artıq bax bu formada öyrəşin də. Yəni öyrəşin. Dıq gördünsə, dın gördünsə bu formada ayır getsin. Sual ver, yaşatdıq. Nə etdik? Gördünüz? D. Q. Sözün də kökü yaşatdıq sözünün kökü bayaq qeyd eləmişdik, yaşdır. Yaşa, yaşad. Bu qədər. Soruşdular. Əslində sadə sözlərdir, amma daha çox bunun üzərində çaşırlar. Məsəl üçün soruşdular yazaq. Soruşdular. Sual verək. Nə etdilər? Nə etdilər? Bax, getdi qrammatik. Lər, bu da qrammatik. İndi sözün kökünü tapaq. Sor. Sormaq türklərdə var da ki, nəyisə filan kəsdən sor, öyrən, soruş. Türklərdə var, bizdə yoxdur. Bizdə yoxdursa deməli sözün kökü soruşdu. Sadə sözdür. Başlanğıc forması da elə soruşdu. Vəssalam. Bu qədər. Bitdi, getdi. Sağ olun, salamat qalın.